Bu həyatda insanın başına problemlər bilirsən nəyə görə gəlir? Çünki insan özünə və həyata verdiyi sözləri eləmir. Deyir ki, mən bunu eləyərəm, dəyişərəm, amma eləmir, dəyişmir və problemlərin içində başlayır üzür. Çünki özü ilə dürüst deyil, özlərinə söz verirlər, eləmirlər. Deyirlər, keçər. Özlərinə şuuraltı inamları azalır, hörmətləri azalır, işləri düz getmir və başlayırlar başqalarını günahlandırmağa. Bəlkə problem həyatda deyil, insanlarda deyil, onda bunda deyil. Bəlkə problem elə sənin özünə verdiyin kiçik sözləri, gündəlik verdiyin sözləri tutmamaqdadır. Hə dostum, heç fikirləşmirsən bunu? Sabah başlayacağam deyirsən, başlamırsan. Getdi, özünə hörmətin azaldı şuuraltı olaraq, özünə inamın azaldı. Səhər tez duracam deyirsən, durmadın, yatdın, uduzdun yenə beyni və yenə nəfsi və yenə də özünə hörmətin azaldı, sevgin azaldı, inamın azaldı həyata. Siqareti atacan, içkini atacan. Ata bilmədin, yenə başladın, çəkdin. Sevgin azaldı, hörmətin azaldı, inamın azaldı. Amma halbuki hər gün sən bunları eləsən, hər gün sənin o gücün, sevgin arta-arta gedəcək. Və hər gün daha güclü olacaqsan daxilən. Yəni, sən bunları eləmədiyinə görə həyatı qınayırsan, taleyi qınayırsan, şansını qınayırsan, onu bunu qınayırsan, dövləti qınayırsan. Amma başa düşməlisən ki, bu dünyada hər şey ideal hesablanıb. Yəni, bunu görsən ki, hər şey ideal hesablanıb və səni daha yaxşı eləmək üçündür, sən görəcəksən ki, nəyə görə bunlar baş verir. İnsanların xarakterini böyük qərarlar yox, hər gün atılan kiçik addımlar dəyişir, yaxşıya doğru. Sən hər gün özünə yaxşı sual verməlisən ki, mənə nə daha yaxşı eləyir? Və əgər nə vaxtsa özünə söz vermisənsə, nə vaxtsa bir plan qurmusansa, o plana riayət elə. O planın davamıyla get. Adətən insan çətin anında özünə söz verir, plan qurur, daxilən özünü o qədər belə pis vəziyyətdə olanda, artıq köməksiz bir vəziyyətə gələndə qərarlar verir, situasiyanı düzəltməyə, nəyə eləyəcəyini plan qurur və başlayır bu yola. Bir neçə müddətdən sonra bir günə, 2 günə, bir həftəyə, 10 günə həyata artıq başlayır gözəlləşməyə, çiçəklənməyə və yadından çıxır. Və artıq elə bilir ki, həmişə belə olacaq və təzdən beyninə, nəfsinə uduzur və yenə də qayıdır həmin yola və yenə də həyata pisləşir. Başa düşürsən, dostum, səbəbini sənə gətirirəm. Sən Allahdan arzun olub, Allaha pis vəziyyətində çıxış yolu istədirsən, o sənə köməklik göstərib, o sənə verib, yolu göstərib, plan qurmusan, yazmısan, başlayıb həyatın yaxşılaşmağa, təzdən atmısan yarımçıq və həyatın təzdən gedib pisər. Başa düşürsən, günah heç kimdə deyil, günah sənin özündədir. Yəni, problem sənin özündədir. Həyat, sən dibdə olanda özünə verdiyin sözlərlə çıxmısan, sən sona kimi o sözlərə riayət eləsən, daxili harmoniyan da olacaq, özünlə də, Allahınla da bağın xoşbəxt olacaq, güclü olacaq. Amma sən bunu eləmirsən, sən elə bilirsən ki, həyat düzəldi, Allah sənə həyatı düzəltdi, çiçəkləndirdi və sən yenə də nəfsinə uyursan və yenə də degradasiya yaşayırsan və yenə də üzü aşağı gedirsən. Dərk elə bunu. Yəni, dərk elə ki, sən hər özünə verdiyin sözü elədikcə, özünə hörmətin artır, özünə inamın artır. Və hörmətin artdıqca da, inamın artdıqca da, özünə olan sevgin artdıqca da, həyat da başlayır sənə eynən, həyat bir güzgüdür axı. Sən özünə nə cür münasibət göstərərsən, o da sənə o cür münasibət göstərər. Sən özünə inamın artır, sevgin artır, qayğın artır, diqqətin artır, verdiyin sözlərə əməl edirsən, elə, artıq sənin həyatın vibrasiyaları qalxır yuxarı zirvələrə və qabağına çıxan adamlar da o yuxarı zirvələrdən olur. Amma sən özünə söz vermədikcə, düşürsən aşağı və qabağa çıxan adamlar da həmin aşağıdan olur və bunu dərk eləyəndə insan başa düşür ki, həyat ideal şəkildə qurulub, hər şey sənin üçün idealdır. Sən sadəcə öz məsuliyyəti, öz zərvə götürüb o yolu getməlisən, başladığın yolu davam eləməlisən. Consistency, davamiyyətli olan insanlar bu həyatda uğur qazanırlar, xoşbəxtçilik, daxili harmoniyanı qazanırlar. Davamiyyətdir bu həyatda insanı uğura aparan yol. Bugündən özünə bir razılaşma qur. Yəni, final fikrin
bildirmək istəyirəm ki, bu sənə kömək olsun. Çox söz vermə özünə. 100 dənə, 200 dənə, 1000 dənə söz vermə. Bir dənə söz ver. Gündəlik olaraq bir şey yerinə yetir, amma həmişə yerinə yetir. Sən motivasiya alırsan anında, yazırsan, doldurursan, deyirsən bunu belə eləyəcəm, amma bir müddətdən sonra onu itirirsən. Davamiyyəti itirirsən. Beyin xaosun içinə düşür. Amma sən bir şeyi gündəlik, bir şey eləyəndə, 2 şey, 3 şey az eləyəndə artıq bu sənin vərdişinə çevrilir və vərdişin də artıq beynivə hopur və vərdiş də gündəlik hərəkətlərin reallığını dəyişdirərək səni daha da yaxşı dobra aparır. Ona görə özünə çox söz vermə. Bir şeydən başla. İnterval qidalanmadan başla. Bir müddət bundan davam elə. Sonra yavaş-yavaş idmanı həyatına sal. Bundan davam elə. Sonra yavaş-yavaş bunları elədikcə pis vərdişləri atacaqsan. Siqareti də tərgizə bilərsən, içkini də tərgizə bilərsən. Amma birdən içkini tərgizim, siqareti tərgizim, onu, bunu hamısı beyni salırsan çətinliyə. Bu həyat sprint deyil. Bu həyat marafondur. Uzun müddətli düşünməyə fikirləş. Uzun müddətli getməyə fikirləş. Onda uzun müddətli fikirləşəndə, gedəndə, onda sən də hər şeyi beynində normal olaraq qəbul edəcək dostum. Və ən əvvəl özünə sadiq olmalısan. Öz verdiyin sözlərə sadiq olmalısan. Sadiq olandan sonra da həyat başlayır sənə öz sadiqliyini göstərməyə. Sən özünə etibar eləməyə başlayanda, özünə sadiq olmağa başlayanda, həyat da sənə o qədər etibar eləməyə başlayır. Sən həyata bir addım gedəndə həyat sənə 2 addım gəlir. Bundan əmin ol. Ona görə birinci özün addımları atmalısan ki, həyat da sənə gəlsin dostum. Uğurlar.